Hər vaxtınız xeyir olsun. 19 iyun tarixli və gündəm xəbərin efirində bir mühüm xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, müəllimlərin maaşında artım olub, rəsmi olaraq açıqlamadı və həmin açıqlamanı diqqətinizə çatdırırıq. Belə ki, 2024-2025-ci tədris ilində Bakı şəhər üzrə təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı açıqlanıb. Gündəm xəbər Müsavat.com-a istinadən xəbər verir ki, müəllimlərin orta aylıq əmək haqqı 1065 manat olub. Məktəbə qədər təhsil müəssisələrində çalışan tərbiyəçi müəllimlərin orta aylıq əmək haqqı isə 648 manat təşkil edib. Qeyd edək ki, 2023-2024-cü tədris ilində Bakı şəhər təhsil idarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı isə 985 manat təşkil edirdi.